İnsanın Tanrı ilə ünsiyyəti ömürlükdür. Əslində Allah mənim bütün niyyətlərimi mənim əməllərimlə, yaşayış tərzimlə, duyum və yaşam tərzimlə eşidir, yaxınlaşdım Üstuna və belə qucaqladım. Daha önəmli əsas sevgi kimədir? Həyatımın müxtəlif mərhələlərində mənim həyatımı dolduran, deyək ki, o sevgi idealıma çevrilən adamlar olur. Hətta dini nəğmələr var, dualar var. Bunun özü də bir sosial mahiyyət daşıyan bir işdir. Mən heç nə icad eləyə bilmərəm. Bunlar hamısı son anlarında nə qədər dünyada ünsiyyətli olduğu adamlar var, onlarla vidalaşır və hala. İstər-istəməz məndən və sizdən asılı olmadan bu zaman müəyyən adamların çiyninə, hər kişinin və hər adamın çiyninə bu yük qoyulmuyor. Amma bizim müəyyən bir tarixi missiyamız yaranıb özümüzdən asılı olmadan onu ortada qoyub o yükü çiynimdən atıb gedib bir doğrudan da kənara çəkilib ancaq belə şəxsi, fərdi bir rahatlıq tapıb yaşasam, bu da bir namərdlik olar və heç o mümkün də deyil. Zərdüş özünü belə təqdim edir. Mən bir gün öz içimi nurlu bir işıqla dolmuş gördüm. Və sən kimsən, kiminləsən sualına isə mən belə cavab verdim. Mən Zərdüştəm, mən düzlük carçısıyam. Və sən nə etmək istəyirsən sualına isə mən belə cavablandırdım. Mən hər dəfə oda sitayiş edəndə yaxşı şeylər haqqında düşünməyə çalışıram və mənim yurdum düzlük carçılarının və yaxşılıq oduna bürünmüş kişilərin vətənidir. Bunu da Zərdüş deyib. Amma mənim niyəsə yadıma müqəddəs kitablardakı müqəddəs kəlamlar düşür. Vaxtilə biz atdığımız daşların indi toplamaq zamanı gəlib yetişib. Bəlkə də mən özümüzdə çox yaxşı bələd olduğundan və müqayisənin hər hansı bir halda qüsurlu olduğunu nəzərə alaraq yenə də bu fikrimi irəli sürməkdən özümü saxlaya bilmirəm. Bizim millət niyəsə çox unutqan millətdir və dünən bəlkə səcdə elədiyi, əlləri üstündə apardığı bir insanı bugün ya unudur, ya tapdıyır, ya da ki düşmən simasında baxır ona. Və biz axıra qədər dərk eləmirik, anlamırıq ki, Allahın, Tanrının, Yaradanın bu millətin xilası, nicatı üçün göndərdiyi, bəlkə də bu maarifçi, işıqlı, bu ziyalı oğullar, bəlkə də bu millətin xilası, nicatı üçün göndərilən açardır. Bu açarı onların varlığına bağlayıb. Biz nəinki bu açarları, onları açmağa, qulaq asmağa səy göstərmirik, bundan imtina edirik. Hətta onlar sadəcə olaraq qulaq asmaq da istəmirik. Bəlkə nə qədər gec də olsa, nə qədər vaxta az qalmış olsa da onlara qulaq asaq, onlara dərk edək, öz məsləkimizi, amalımızı, prinsipimizi yəqinləşdirək və dramaturji dildə desək, ana xəttimizi yəqinləşdirək. Amma biz bütün bunlardan niyəsə vaz keçirik, ya əylənməklə, ya dalaşmaqla vaxt itiririk, vaxt da çox az qalır. Bəlkə demək istədiklərim də əsas məsələ, bəlkə də bu məqsədimin girişidir və bu girişdən sonra mən sizə qonağımızı, personamızı təqdim eləmək istəyirəm. Məncə, xalqın nicatı, xilası üçün göndərilən açarlardan birini özündə saxlayan və niyəsə hələ kölgədə qalan Sabir Rüstəmxanlıdır bugünkü personamız, bugünkü qonağımız və mən ikinci bir fikrə əlavə eləməkdən vaz keçə bilmirəm. Bu xalqın, bu millətin ana ömür kitabının müəllifi Sabir Rüstəmxanlıdır bugün qonağımız.
İçimdəki dərd acı hara belə boyatırsan? Ürəyimi çəkə-çəkə, gözümdən yaş tökə-tökə, məni hər gün parçalayan, məni hər gün xırdalayan, şübhələri qızışdırıb, pislikləri qurdalayan, öz əlimlə düşmənimə bəzədiyim şöhrət tacı, sevincimin nə zamansa ildırım tək vuracağı içimdəki dərd ağacı. Siz kimsiz? Və yer üzünə hansı məqsəd üçün gəlmisiniz, bunu bilirsinizmi? Mənə elə gəlir, əslində dünyada heç bir insan öz təyinatını axıra qədər, sona qədər dərk eləmir. Amma mənim balaca bir yazım vardı, şeirim. Mən kainat boşluğundan uçub gələn qum dənəsi. Biraz işıq, biraz zülmət, biraz ruham, biraz da can. Keçmişdə də izim qalıb, olacağım bu dünyanın sonunacan. Mənə elə gəlir ki, yer üzündəki bütün insanlar o qum dənəsi kimi, bir ağac yarpağı kimi təbiətin böyük, nəhəng ahənginin, böyük musiqisinin bir xalıdır. O ahəngin bir hissəsidir, tərkibidir. Heç təsadüf heç nə yoxdur. Yəni, kimsə elə bilir ki, bir insan olmasa dünyada hər şey heç nə dəyişməzdi. Amma mənə elə gəlir ki, İnsanlar Tanrının yaratdığı bir böyük əbədiyyət zəncirinin həlqəsi kimi hərəsi öz yerindədir. Bu mənim belə bir fəlsəfi baxışım. Hər kəs öz yerindədir. Mənim yəni fəlsəfi baxışdan bu məsələyə belə yanaşıram. Ona görə hesab edirəm ki, adamların hər birinin öz yeri var. Bu böyük nəhəng karvanda, insanlıq karvanda hər birinin öz yeri var. O ki qaldı, insan yaranandan sonra hərə bir işlə məşğul olur. Mən də bir Azərbaycanın ucqar kəndlərinin birində doğulmuş bir adamam və Azərbaycanlığımı dərk eləyəndən sonra hiss eləmişəm ki, bu millətin bir əsgəriyəm. Və nə qədər ki, bu millətin dərdləri var, həll olunmamış problemləri var, mən o problemlərin bir əsiriyəm və azadlığım o problemlərə bağlıdır. Əgər siz Allaha dua edəsəydiniz, yəni məhz nəsə istəməklə bağlı, nə istəyərdiniz Allahdan? Bilirsiniz, Tanrını belə deyək ki, kobud çıxsa da Milli Məclisin sədri kimi təsəvvür eləmək olmaz ki, hökmən mikrofonda söz alasan və onu öz sözünü çatdırasan, o da yəni ya qəbul eləyə, ya eləməyə. İnsanın Tanrı ilə ünsiyyəti ömürlükdür və gözə görünməyən, çox gözə görünməyən kanallarla bu ünsiyyət qurulur. Bütün düşüncələrimiz tək qalanda, cəmaatın içində olanda, yaşayışımız, atdığımız addımlar hamısı Tanrı ilə ünsiyyətdir. Ona görə mən xüsusi heç vaxt özümü Allaha tutub ona dua eləməyə, ondan nəsə təvəqqə eləməyə ehtiyac görməmişəm. Mən elə bilirəm, bütün ömrüm boyu keçdiyim yollarda niyyətlərim, arzularım, içimin bütün duyğuları Allaha həmişə bəllidir. Və əslində Allah mənim bütün niyyətlərimi mənim əməllərimlə, yaşayış tərzimlə, duyum və yaşam tərzimlə eşidir. Ona görə xüsusi bir xitaba ehtiyac qalmır. Amma bir dəfə belə bir təsadüf olmuşdu. Keçən il Babadağa getmişdik. 3 nəfər getdik, tanışsız, bilişsiz. Mövsümün açılışına bir gün qalmış. Hələ demək olar ki, yetişim getməmişdi. Çox çətinliklə 8 saata çatdıq ora, gecə saat 1-də Babadağa çatdıq. Mən bilirdim, yəni orada elə böyük bir ziyarətgah yoxdur. Oran İslamdan qabaq, bizim eradan qabaq bir hər halda müqəddəs bir yerdir. Tarixi çox qədimdir. Orada da deyək ki, mən xüsusi bir elə niyyət tutmadım. Amma ürəyimdən keçdi ki, Tanrım, mənim millətimi bəlalardan xilas elə. Yəni, mənim millətim bu gün yaşadığı əzablara layiq deyil. Belə bir şey keçdi ürəyimdən. Və bir dəfə də Hindistanda, Dehlidə bir niyyət sütunu var. O niyyət sütunu neçə illərdir qoyulub heç kim bilmir. Qara belə bir paslanmayan dəmirdəndir. Və
Ora kim gedirsə Dehlinin qonaqları Hindistana gedənlər hökmən o niyyət sütununa yaxınlaşırlar. Mənə dedilər, hətta sizdən əvvəl Jelsin də gəlmişdi burada, niyyət elədi və mən də onda niyyət elədim və o sütunu qucaqladım. Baxdım ki, sütunu yəni qucaqlamaq çətin bir şeydir, belə çox yoğun belə deyək sütundur. Amma məni təəccübləndirən oldu, dedilər, çox sevinmə, bu belə qucaqlamırsan, bunu sən arxa kürəyin tərəfindən əllərini uzadıb qucaqlamalısan. Və kimin niyyəti düzdürsə, əlləri bir-birinə çatacaq. Mən fikirləşdim ki, o əl çatdırmaq mümkün deyil ora. Və onda da Azərbaycan torpağının bütövlüyü niyyəti ilə, təkcə Qarabağı yox, nə zamansa Azərbaycanın bütöv olacağı arzusu ilə, o niyyətinə yaxınlaşdım sütuna. Və belə qucaqladım, çox çətindir. Mənim də əllərim, qollarım uzundur filan. Hiss elədim ki, mümkün deyil əlimi çatdırmaq, amma həmin anda mən barmaqlarımın hənirini hiss elədim, barmaqlarım bir-birinə dəyməmiş. Hiss elədim, onlar çox yaxındır bir-birinə və o elə bil mənə güc verdi. Sonra barmaqlarım beləcə toxundu ucuca. Ondan sonra elə bir kimsə də artıq mənim əllərimi uzatdı və barmaqlarım keçdi. Baxmayaraq ki, təsəvvür eləmək mümkün deyil, orada bir sehirli bir şey vardı və əllərim belə çarpazlaşdı orada. 2 dəfə belə verməyəm. Deməli, bu ancaq bizim arzularımızda, xəyallarımızda olan bir arzu deyil. Yəni, bu doğrudan nə varsa yerinə edəcək. Yox, millət varsa bütöv olmalıdır, xalq varsa bütöv olmalıdır. Tək ürəyi istəsin. Xocalıdan sonra özümdən zəhləm gedir. Qohumumdan, qonşumdan, müstəqillik yolundan, azadlıq vuruşundan, görüşümdən, şeirimdən, sözümdən zəhləm gedir. Asılıb qalmışam vaxt boşluğunda, daha bu sabahım, o keçmişim yox. Mənim Xocalıdan başqa tarixim, mənim Xocalıdan başqa işim yox. Mənə bu xəcalət ölümdən betər. Biz o mart günündən hayana qaçaq. Millət dövlətsiz də yaşaya bilər. Kişisi cırlaşsa, öləcək ancaq. Daha Allaha da inamam qalmaz. Mənə bu qisməti fələk qıyıbsa, bu dərdi heç nə ilə ovutmaq olmaz, intiqam məlhəmi tapılmayıbsa. Xocalıdan sonra qısılıb səsim, səsim o dağlara ilişib qalır. Xocalı ləkəsi daşıyan millət, vuruşdan savayı nə işin qalır? Kişilik anlayışı necə qəbul olunur? Hər bir insanmı? Təbii ki, kişi ola bilər, insandan gedir söhbət, kişidirmi? Ümumiyyətlə, kişilik nə deməkdir? Müasir dünyada mənə elə gəlir ki, ilk növbədə öz insan kimi şəxsiyyətini qorumaq və öz həyatını mənsub olduğu millətin problemləri ilə, taleyi ilə bağlamaq. Yəni, qaçıb burada qıraqda dayanmamaq. Və təbii ki, insanlığın yüzillər boyu qəbul elədiyi əxlaq ölçüləri var. Əxlaq ölçülərinə bağlı olmaq. Bəlkə də buna görədir, kişilik deyəndə bizdə, məsələn, təkcə elə erkəkliyi nəzərdə tutulmur. Çünki o qədər... Çox elə başa düşür. Çox o qədər erkək var ki, öz mahiyyətinə, vücuduna və əməllərinə görə kişi deyil. Ona görə mən hesab eləyirəm, Azərbaycanda kişiliyin simvolları kimi mərdlik, düzlük, etibar, sonra yəni cəmiyyət üçün gərəkli adam olmaq, ancaq şəxsi taleyi, şəxsi mənafi, əqidə sahibi olmaq, sonra hər hansı bir məsləkə bağlı olmaq və deməli, şübhəsiz bir əqidə sahibi, əlbəttə, o əqidəsinə bağlı olmaq. O çox ciddi məsələlərdir. Mən bir dəfə də demişəm, yadıma gəlir o Bədir döyüşü zamanı Məhəmməd Peyğəmbərin əsgərlərindən 2-3 nəfəri yolda düşmən tərəfi tutur, əsir saxlayır. Sonra bir şərtlə buraxırlar ki, gedin, amma bizim qarşıda döyüşümüz var, o döyüşə siz qatılmazsınız. Bunlar gəlib olan şey hamısı Peyğəmbərə deyirlər. Deyirlər, amma biz orada dediyi artıq azad olmuşuq da. Daha gəlmişik, icazə ver qatılaq döyüşə. O da deyir ki, mən bir əqidə savaşçısıyam və o əqidənin təməlində düzgünlük dayanır. Mən onun bünövrəsinə namərdlik qoya bilmərəm. Mən hesab eləyirəm ki, kişilik odur ki, yəni o
bütün əməllərinin, bütün başlanğıclarının kökünə, təməlinə bir namuslu, düzgün yanaşma, düzgün bir münasibət, insanlığa böyük sevgi qoysun. Yəni bəlkə də elə o kişiliyin və əqidənin, məsləkin hamısının kökündə bir də o sevgi dayanır. Təbii. O sevgi dayanır. Yəni özünə, öz kökünə, öz millətinə, öz torpağına sevgi olmayandan sonra nə məslək mümkündür, nə iş mümkündür, nə əməl mümkündür, nə də kişilik mümkündür. Təbii özünü sevən insan da özünə hörmət eləməlidir. Özünə hörmət eləyən də başqasına hörmət eləməlidir. Bunlar da zəncirvari oxşardır. Sevgi hissi. Nə qədər belə deyək, yəqin ki, ciddi mənada başa düşəcəksiniz. Sevmisinizmi? Və sevgi hissi, təbii ki, mən ana vətən sevgisindən bunları təcrid eləmirəm. Ən böyük sevginiz hansı sevgi olub sizin ömrünüzdə? Və bu ömür ki sizindir, ancaq sizindir və siz bu ömürdə ancaq bir sevgidən gedə bilərdi söhbət. Və bu sevgi daha çox və daha önəmli, əsas sevgi kimədir? Bilirsiniz, bəsitləşdirmək istəmirəm, bu ciddi bir mövzudur və çox ən yaxşı zahirən əxlaqi cəhətdən belə deyək, ən gözəl cavab odur ki, çoxları deyirlər bir dəfə sevmişəm və sevdiyimlə də evlənmişəm və indi də belə gözəl görünür, amma əslində indi də çox gözəl yaşayıram. Çox təəssüf ki, həyat biraz daha mürəkkəbdir və insan həyatın müxtəlif mərhələlərində dəyişir. Ən müqəddəs görünən, yəni belə deyək, bütün ilk məhəbbətlər adam elə gəlir ki, bu sondur, dünyanın sonudur və bundan sonra heç bir şey mümkün deyil. Amma sonra acı bir xatirəyə çevrilir. Sevgi idealla bağlıdır və Azərbaycanlı kişilər üçün, mənim üçün də bir qadın idealı var. Həyat tərzimizin idealı var. Fədakarlıq, cəfakeşlik var və qarşı tərəfdən də eyni şeyi tələb eləmək istəyi var. Ona görə də təbii ki, həyatda ona görə mən deyə bilmərəm, yalnız bir dəfə sevmişəm və elə onunla hər şey bitib. Sevmişəm və həyatımın müxtəlif mərhələlərində mənim həyatımı dolduran, deyək ki, o sevgi idealıma çevrilən adamlar olub. Yəni bu daim də gedə bilər? Yox, şübhəsiz o bir müəyyən çərçivədə, müəyyən ölçülərdə mən onu yəni müəyyən vaxta qədər olub. Bu vaxta qədər ki, insan öz həyat yoldaşının, özünün belə deyək ki, yarısını tapır. Yarısını tapır. Ondan sonra bu məsələlər bitir şübhəsiz. Saralan yarpaqları saxlamırsa budaqlar, tufanın nə günahı? Unut məni, at məni, sənin bahar ömrünə baxsız gələn payızam. Qadağayam, günaham, unut məni, at məni. Sənsiz itib yolum, sönüb ulduzum, sənsiz tamı yoxdur çörəyin, tuzum. Bir gün ayrılığın illərdən uzun, dayan, yoxluğumla yoxlama məni. Yetim uşaq kimi qəhərlənmişəm, qəm əkib qüssədən bəhərlənmişəm, sənsiz hər baxışdan zəhərlənmişəm, səni də öldürürəm, qoxlama məni. Ağrı qırış olub bitər üzündə, duam, qibləgahım gedər üzündə, səni itirsəm də bu yer üzündə, bu yerin üstündə, saxlama məni. Hansı hadisəni, hansı günü xatırlamaq istəmirsiniz, unutmaq istəyirsiniz? Təbii ki də bu mümkün olmur. Nədən qaçırsınız? Çətin sualdır. Çətin sualdır. O sırf şəxsi həyatla bağlı
uşaqlıq illərində məsələn ata-anam üçün problemlər yaradan məsələlər olub. Sonra ömrüm boyu əzabını çəkmişəm. Onları unutmaq istəyərdim. Yəni bəzən unutmaq istəyirəm. Beynimdən çıxartmaq istəyirəm. Onlar olur. Özümlə bağlı deyil. Yəni mənə elə gəlir kimlər üçünsə nə vaxtsa problemlər yaratmışam. Öz hərəkətlərimlə, məndən asılı olmayan şeylərlə bağlı. O şeyləri unutmaq istəyirəm. Amma yenə deyirəm, özümün başqa belə bir şəxsən gördüyüm elə bir şey yoxdur deyim ki, bugün onu niyə görəsəm. Mən hesab edirəm ki, yenə deyirəm, bizim həyatımız bir qəribə bir yazının tərkib hissəsidir. Bizə elə gəlir ki, bu sözü indi deyiriksə həmin an ağlımıza gəlir, amma bilmirik, bəlkə də bu söz dünyanın, o kainatın boşluğunda 100 ildir yol gəlir, 1000 ildir yol gəlir. Ona görə nə varsa ömrümüzdə o ömrün ayrılmaz hissələridir. Ona görə mümkün deyil. Əgər unutmaq desəm də bu təbii ki meymunu yadına salmaq kimi bir şeydir. Xoşbəxtsiz yoxsa alınmayıb istədikləriniz? Siz, dünyada mütləq xoşbəxtlik yoxdur. Əgər bir insanın, bayaq dediyim mənada, bir insanın öz daxili gücünü, imkanlarını, fərdi qabiliyyətini ortaya çıxartmaqdan, öz arzularını reallaşdırmaqdan söhbət gedərsə, xoşbəxtəm. Müəyyən istədiyim, deyək ki, o minimum müəyyən arzulara çatmışam. Amma böyük mənada xoşbəxtlik, məncə, böyük mənada xoşbəxtlik bizim biraz belə şablon çıxmasın hər halda tariximizlə, taleyimizlə, xalqımızın taleyi ilə bağlıdır. Və nə qədər ki, onun problemləri başından aşır, xoşbəxtliklə danışmaq olmaz, mümkün deyil. Ən böyük xoşbəxtlik əslində mənə elə gəlir, ən böyük xoşbəxtlik elə əslində bu dünyada yaşamaqdır. Nə isə çatışmır xoşbəxtlik üçün. Gör nələr ummuşam nə isələrdən. Nə isə fikrimə qəm qatır hər gün, nə isə ürəyi ağrıdır hərdən. Elə səhərlər də bir cür açılır, elə axşamlar da gəlir bir sayaq, nə isə qisməti əlimdən alır, məni bircə addım qabaqlayaraq. Ehtiyac dırnağı yaxamı dedir, mən hara qaydım saçlarımda dən. Güvəncim bir kasıb kənd evinə idi, o da ki elə bil soyuyub məndən. Dilim alışardı vətən deyəndə, qayaya dirənir bu eşqin izi, dünənin bugünün görüşməz məndə, birisi gələndə gedər birisi. Sizin üçün ən müqəddəs nədir, ən müqəddəs bir şey? O müqəddəs bir şey ki, ona toxunmaq olmaz. O müqəddəs bir şey ki, ona yalan demək olmaz. O müqəddəs bir şey ki, ondan imtina eləmək olmaz. Azərbaycan cəmiyyəti üçün və Azərbaycanlı üçün tarixən formalaşmış bir anlayış var, namus. Mənim üçün dünyanın ən müqəddəs sözü namus sözüdür. Və istəməzdim bizim cəmiyyətimizdə o sözün ənənəvi formalaşmış, tarixən formalaşmış rəngi, boyası dəyişsin, onun mənası içsin. O mənada mən istərdim ki, hər bir kişi də oradan da elə yaşasın və onun mühiti də məhz elə bir şərait yaratsın ki, onun siyasəti də, ailə problemlə, ailəsinin mühiti də, gördüyü bütün işlər, hətta yazdığı söz də namusa köklənsin. Azərbaycan bu dəqiqə çox dəhşətli bir burulğan içindədir. Bir yandan açılıb dünyaya və dünyanın bütün, deyək ki, bizim öyrəşmədiyimiz, sizin bayaq dediyiniz o əxlaqsızlıq və sərhədləri itirən, bütün ənənələrin üstündən xətt çəkən
sel tökülür Azərbaycanın üstündə. Bir yandan da biz burada deyək ki, idillik bir şəkildə öz qədim keçmiş və bu dəqiqə kifayət qədər zəifləmiş milli mentalitetimizi qoruyub saxlamaq istəyirik. Bu ikisinin savaşı Azərbaycanın ölüm məsələsidir. Ya biz simamızı itirib tamam belə Avropanın, Qərbin təkcə demokratiya Avropa qaydaları gəlməlidir, buna heç kim yox demir. Amma onunla yanaşı tamam simamızı itirib ayrı bir şəkil alsaq, onda biz tamam ayrı bir millət olacağıq. Ya da özümüzü qoruyub saxlayıb bütün dünyanın belə deyək, kompüteri, texnologiyanı, Avropanı qəbul edirsən o mənada, amma mənəviyyat məsələlərini öz mənəviyyatınla onu birləşdirirsən. Amma təəssüf ki, biz kompüterdən əvvəl, texnikadan əvvəl Avropanın o mənəviyyatını gətirir. Əvvəlcə mənəviyyatımızı dəyişirik. Əvvəl onu qəbul edirik, sonra texnologiya. Ən böyük itkiniz nə olub? Ən böyük itkiniz. Və bu itki sizin həyatınızda nəyi dəyişdi? Yəni, itkilərim çoxdur. İtirə gəlirik. Çoxdur itkilərim, ona görə də o barədə danışmaq son dərəcə çətindir. Yəni, mərhələlər üzrə zaman insanlar gedir ömrümüzdən, həyatımızdan, hamısı itkilərdir. Ona görə yəni elə bir vaxt yaxınlaşır ki, özümüz də itkiyə dönəcəyik. Mən də Kiminsə ürəyində bu cür yer qoyub getmək itkisi böyük xoşbəxtlik. Yəni mən ən çox nədən narahat oluram? Ən çox narahat oluram ki, mənim yəni kimisə bu dünyada kiməsə öz qəmimi, dərdimi yük eləmək mənim üçün çox ağır bir şeydir. Yəni, bəlkə də uşaqlıq bizim həyat tərzimizdir. Mən dərdə, qəmə, bütün dünyanın əzablarına öyrəşmiş bir adamam və həmişə bunu çox asan çəkirəm. Amma özümün ağrımı kimi kiməsə yük eləməyə heç vaxt xoşlamamışam. Elə bilirəm ki, yəni hamıya elə bil ki, yazığım gəlir özümdən başqa. Bu dünya qəribə bir psixologiyadır. Ona görə istəməzdim, yəni dünya bütün yaraları sağaldır. Ona görə hər şeyin öz axarı var və hər şeydə elə qurulub ki, ən böyük itkilər də sağalır, ən böyük yaralar da sağalır və ən böyük itkiləri də ayrı təsəllilər əvəz eləyir. Təbii ki, mən sənə razı deyiləm. Yəni, hər bir təzə ağrı yeni ötən özündən əvvəlki ağrıya təsəlliyə çevrilir. Yəni, belə olmur, yox. Hər ağrının öz yeri olur. Hər ağrı ola bilər, ondan sonraki ağrı ondan dərin olsun. Amma o ağrıya təsəlli olacaq təzə ağrı, bu növbəti bir şey ola bilər. Heç bir ağrı təkrar olmur. Dəyməyin, bu boş qalmış yuvalara dəyməyin. Balaları uçub gedib, kim bilir qayıda ya qayıtmaya, bala xatirəsinə necə qıyırsınız, bala xatirəsini oyatmayın. Dəyməyin, bu boş qalmış yuvalara dəyməyin, yarpağı tökülüb yan görəsindən, fikri köçən quşlarla uçub gedib uzağa, kimsəsizin üstünə şimşək gülər, qar yağar, dəyməyin, bu kimsəsiz yuvalara dəyməyin.
Xəzan yatar balaların yerində, şaxta da yatacaq küləkdə. Arsız qara qarğalar durnaların boş evində sevinib güləcək də. Çılpaqlaşmış ağaclar utanacaq açılanda gizlənci. Yuvanı yelə vermək istəyəcək gecə, gündüz gizlicə. Ancaq olmaz dağıtmaq onu. Daş atılmasa, ağacların kökündə ocaqlar çatılmasa, dəyməyin bu kimsəsiz yuvalara, dəyməyin. Öyməyin özünüzü, gücünüzü öyməyin, dəyməyin. Bu sahibsiz yuvalara dəyməyin. Mən kağızlarla üz-üzə qalanda ağ kağızlarla o kağızlara üzə ağ baxıram, onlar da mənə üzə ağ baxır. O kağızlarla üz-üzə qalanda daha güclü oluram. Daha artıq özüm oluram. O kağızlarda heç kimə güzəştə getmirəm. O kağızlarda heç kimin təhqirini eşitmirəm. Kağızlar məni təhqir eləmir. Kağızlar mənim üzümə ağı olmur. Amma Milli Məclis və siyasət tamam ayrı bir mühitdir. Əslində doğrusu belə bir qədim söz var. Mən ona görə vaxtı ikən çəkinməmişdim. Bir məşhur söz var, deyir, siyasət elmi əxlaqlı olmaqdan ibarətdir. Yəni, başqa bir şey lazım deyil. Bizdə təəssüf ki, belə bir fikir formalaşdırıblar ki, siyasət hər şeyə dözür, yəni siyasətdə nə istəsən eləmək olar. Əslində, dövlət idarə eləmək də elə yalnız əxlaqlı olmaqdan ibarətdir. Öz millətinin taleyinə əxlaqlı münasibətdən və öz cəmaatına, yəni milli maraq olan yerdə insan necə hər şeyi qurban verə bilər, öz ailəsinə, tayfasına, məmuruna, hər şeyi ona qurban verə bilər. O mənada yəni siyasət çirkin işdir falan çox deyirlər. Mən onu heç vaxt qəbul eləmək istəmirdim. Amma indi doğrudan da o müqayisə eləyəndə əlbəttə yaradıcılığın çox böyük üstünlüyü var. Bilirsiniz, ədəbiyyat haqqında nə deyirlər? Ədəbiyyat deyirlər ki, yəni biz bu tarixi zamanı yaşayırıq, ədəbiyyat tarixin hakimidir. Ədəbiyyat bütün zamanların hakimidir. Mən bu həqiqəti təəssüf ki, başa düşə-düşə, özümlə mübarizə apara ömrümün 10 ilini siyasətə qurban vermişəm. Peşmansız? Peşman deyiləm. Çünki mən peşmançılıq duyğusunu ümumiyyətlə yaxın qoymuram. Niyə görə? Çünki mən inanıram, bir şeyə inanıram ki, alın yazısından qaçılmaz. Ona görə də dünyanın dərdi, əzabı mənim üçün, mən dünyanın dərdini, əzabını təbii qəbul edirəm. Bu mənim taleyimdir və bütün bu həqiqətləri sizə deyə, eyni zamanda onu da düşünürəm ki, bu dövrdə, Azərbaycanın bu ağır illərdə çəkilib bir kənarda oturmaq da mümkün deyildi. Yəni, hamı, bütün ədəbiyyat da sosial bir işdir, insan sosial varlıqdır, bunu hər yerdə deyiblər. Yəni, hətta dini nəğmələr var, dualar var, bunun özü də bir sosial mahiyyət daşıyan bir işdir. Ona görə də mən o yazılarım ömrü boyu bu işə xidmət eləyib, Azərbaycanın birliyi, bütövlüyü, Azərbaycanın azadlığı falan, birdən gəlib onun meydanı açılıb. O meydan açılanda mən çəkilib qıraqda qala bilməzdim. O ayrı şeydir ki, bizim cəmiyyət tələb edir ki, sən həm yazasan, şairlər indi görürəm, Bəxtiyar Vahabzadəni də tənqid eləyirlər, məni də, anarı da, başqasını da tənqid eləyirlər ki, bunlar nə? Bizim millət öyrəşir ki, yazıcı yazsın, öyrətsin ki, bax silah nədir? Sonra desin ki, silahı da özün qabaqda götür, get, sonra da birinci özün şəhid ol. Yəni, sözü də səndən tələb eləyirlər, silahı da ilk şəhid məzarında yatmağı da səndən tələb eləyirlər. Bundan işlər düzəlsə çox asandır və böyük məmnuniyyətlə onun işi görmək olar. Amma hərənin öz missiyası var və hərənin öz zamanı var. O işi ki, adlarını çəkdiyim adamlar, ağsaqqallarımız o vaxt görüblər, o zamanın işiydi, o silahı verib, o silah bugün cavanlarımızın əlindədir.
Bugün biz elə bir vaxtda yaşayırıq ki, heç kəs bu mənim işim deyil, yəni siyasət mənim işim deyil. Azərbaycanın bugünkü taleyi və onun böyük mənada götürəndə hər birimizin taleyi kimi güman edək. Çünki Azərbaycanın bugünkü taleyi hər birimizin şəxsi taleyimizdir və eynilə bizdən sonrakıların taleyidir. Yəni bugün çox vaxt deyirlər ki, bu mənim işim deyil, mən siyasətə qarışmıram, hər hansı bir siyasi zəmində söhbət aparmırlar. Siyasət bəlkə də o ərəb dilindən deyirlər tərcümədə kələk deməkdir. Biz bəlkə də kələkdən danışmırıq, amma bugünkü Azərbaycanın düşdüyü vəziyyətdən və bizim hər birimizin vəziyyətindən, bizim hər birimizin belə deyək, mənəvi işğalımızdan, mənəvi təhqirimizdən gedir söhbət. Yəni bu ardıcılıqla mən saymayacağam ki, 20 yanvar idi, Xocalı idi, nə bilim Kəlbəcər idi, Şuşa idi, yəni Ağdam idi. Bunlar hamısı, yəni siyahı çox uzundur, çox təəssüf. Yəni bizim bu nəslin eləyə bilməyəcəyi, yenə də əgər eləyə bilməsə, Allah eləməsin, ləkə kimi qoyub gedəcəyi, o birisi nəsil üçün bundan daha dərin problem yarada biləcəyi taleyimiz var bugün. Və biz, mənə də gəlir ki, dediyimiz o böyük millətin, təbii ki, bizim kökümüz, soyumuz, yəni bu idi, var idi. Çox xırdalanmırıqmı? Və bu xırdalanmaq, bu zəiflik, bu barışmaqlıq, mən bu barışıqlığı qətiyyən qəbul edə bilmirəm. Barışmaq, yaşamaq, yenə dünyaya övlad gətirmək, nəsil artırmaq, hətta alaçıqda, nə bilim, harda. Mən bunları qəbul eləmirəm, bilmirəm. Amma bu bizi nə qədər kiçildir və nə olacaq bunların sonu? Bir yazar adamı kimi. Nədir? Son haradır? Deyir ki, bir yazım vardı. Dünyaya çıxıram, dünyanı gəzirəm, dünyam kiçilir. Biz dünyanı gəzdikcə dünyanı və elə özümüzdə dərk elədikcə gözümüzdə çox şeylər kiçilir. Yoluma kim düzür balaca daşı? Balaca milçəkdir, balaca naşı, adamlar gözümdə balacalaşır, onlara qoşulub kiçilmirəm ki. Yəni, qəribədir ki, elə hamımızda bir duyğu var ki, çox şeylər dərk elədikcə çox şey gözümüzdə kiçilir, balacalaşır. Bilirsiniz, siyasətdən kənarda qalmaq Azərbaycanın taleyi qəribədir. Bizim qonşumuzda bir bizi özünə düşmən elan eləmiş bir xalq yaşayır. Və bu xalq deyil, bunu kilsə bir təşkilata çevrilir. Ermənilər uşağından böyüyə siyasiləşmiş bir xalqdır. Ona görə də biz çomağı əlimizdən yerə qoymağa ixtiyarımız yoxdur. Məcburuq, biz də bir müdafiə olunmaq üçün ən azı öz tariximizlə, öz bugünümüzlə ciddi şəkildə məşğul olaq, bilək bu şeyləri. Ciddi bir siyasi tarixi maariflənməyə Azərbaycanın ehtiyacı var. Xiyabanının sözü var, uşaqları vətənpərvər böyütmək istəyirsə, onlara öz tarixini öyrədin. Bizim bir Azərbaycan türkləri olaraq, bugün deyək ki, Azərbaycanlı deyirik, biz həm bir qədim xalqıq, həm də bu zaman içində xeyli bu qazanda qaynaya bir sıra qatışıqlarla zadla bir yerdə həm də bir cavan xalqıq. Türklər bilirsiniz, tarix boyu adlarını çox dəyişiblər. Tanrılarını, dinlərini dəyişiblər. Tanrıçılıqdan, şamanlıqdan, bütpərəstlikdən üzbəri gəlir. Və türklər bilirsiniz, heç vaxt o, niyə görə 5-10 min il, dünyanın ən başlanğıcda, binövrədə, ibtidada türkün dili də var, özü də var. Amma çox yerdə adlar dəyişilib və o tarixi ardıcılığı gözləmək olmur. Çünki türklər öz insan olduqlarını bilir və o insani keyfiyyətlər bunlar üçün əsas olub. Adı da dəyişib bəzən, yer torpağını da dəyişib, ondan sonra dövlətlərini də dəyişib filan. Lazım olanda, hətta Tanrı ona etibarlı olmayanda, Tanrı ona zülm eləyəndə Tanrısını da dəyişib. Dəyişib. Tanrı və Hristiyan da olub, sonra ki, müsəlman olub, nə bilim, Yahudiçiliyi də olub filan. Amma insanlığın dəyişməyib. Bizim çox böyük bir nəcib, gözəl, qüdrətli, bütün insani keyfiyyətlər nə deyirsinizsə, o bizim Azərbaycanda var. Mən deyək ki, bu cəhətdən belə çorazehin bir adam deyiləm. Amma istər-istəməz mən özümü bizim xalqı digər millətlərlə müqayisə eləyirəm. Həqiqət müqayisədə ortaya çıxır. Və onda görürəm ki, bu millətə Allah böyük bir istedad, böyük bir nəcabət, böyük bir yüksək bir ruh verib.
amma eyni zamanda bədbəxt eləyib. Bəlkə ən sevimli bəndələrini incitmək Tanrının əbədi bir işidir. Zülmü çəkənə verir, bu da ola bilər. Çünki bilir biz heç vaxt ondan üz döndərmirik. Amma heç onu tanımayanlar var, onu xoşbəxt eləyir. Ədalətsizlikdir yoxsa səhvdir sizcə? Ədalətsizlik deməzdim. Sadəcə olaraq Tanrının yəni o atalarımızın bir sözündə xatırlatmaq istəyirəm. Səndən hərəkət, məndən bərəkət. Daha hərəkətli olmalıyıq. Yəni görünür, indiki zamanda hələ öz-özlüyünə düzgün olmaq, təmizlik olmaq, ondan sonra Tanrıya etibarlı olmaq azdır. Tanrı deyir, adamları yaradıb yer üzündə ona yardımcı olsunlar. Biz son əsrlərdə Rusiya ilə, yəni Rusiya-İran müharibələrindən sonra, Azərbaycan parçalanandan sonra ruhumuz da parçalanıb, mənə elə gəlir, doğrudan da xırdalanmışıq və o böyük mənəvi keyfiyyətlərimizi itirmişik çox şeylərdə. Ona görə bu günləri oğurluq, əyirlik, rüşvət, bir-birini bəyənməməzlik, qeybət, biganəlik, heysiyyət duyğusunu, milli heysiyyət duyğusundan uzaqlaşmaq, bütün bunlar hamısı odur ki, Tanrı deyir ki, sən mənim nizamımı pozursan, sən mənə yardımcı deyilsən, sən artıq o Əzrailin də işini əlindən almışsan, Molla Nəsrəddin jurnalında deyilən kimi, elə özün bir-birinizi qırırsınızsa, daha mənə ehtiyac yoxdur, mənim mələklərimə ehtiyac qalmayıb, sonda gedin yaşayın belə. O mənə elə gəlir ki, hər şeyin başlanğıcı mənəviyyatdadır. Millət öz ruhunu, öz mənəviyyatını hər şeydən uca tutmalıdır. Mahnımdan qan iyi gəlmirsə əgər, bu söz yarışında qələbə çalıb, bu söz döyüşümdə ölmürsə əgər, hər şeirim əskər tək qurban getməyə, daşqalaq edilib şəhid olmağa hazır deyilsə, kəsin bu nəğməni, kəsin yarıda, deməli haqqım yox kəlmə kəsməyə, bu torpaq üstündə üzü ağlıqla, əli ürəyində rahat gəzməyə. Kişiyə bu qədər dinclik yaraşmaz. Bu dərdlər mənimsə, kef mənim deyil. Öləndə bayrağa bükülmürəmsə, 5 arşın təmiz ağ kəfənim deyil. Önümdə bu qədər uçurum varkən, kimdənsə mərhəmət uma bilmirəm. Bu gözdən o gözə işıq düşmürsə, gözümü arxayın yuma bilmirəm. Təbii ki, bu an gələcək. Siz o böyük ulu yaradan sonunda qarşılaşacaqsınız. Hər birimiz kimi sizdə, yəni məni kimi də, o birisi kimi də, canlıların hamısı. Və sizdən sual olunacaq, sən yaşadığın ömür daxilində nə etmisən? Sənin iradənin ziddinə heç bir şey görmədim, heç bir iş görmədim. Soruşa bilərlər təbii ki, niyə müəyyən adətlərə və yaxud dini mərasimlərə uymadın? Niyə namaz qılmadın, nə bilim, oruç tutmadın, baxmayaraq ki, hərdən oruç tutmuşam. Sadəcə olaraq mən hesab edirəm ki, bütün dinlər Tanrının yenə də dünyada nizam yaratması üçün icad elədiyi bir mexanizmdir, qəribə, biraz kobud şəkildə deyirəm. Və əgər mən dinsiz də, deyək ki, o dinə inana, yəni Tanrının özünə inana, amma orada deyək ki, müəyyən qanunlar müəyyənləşdirilib, o qanunlara elə öz daxili istəyimlə uyuramsa, əgər bütün o deyilənlərin hamısını sözsüz də mən özüm yaşayıramsa həyatımda, heç kimə pislik eləmirəm, heç kimin pisliyini arzulamıram, düz yaşayıram. Ondan sonra və s. Bunu çox uzatmaq istəmirəm, bu hamı bilir. Onda onun dediyi o qalan işləri görməsəm də elə qəbul olunmalıdır əslində. Çünki bütün o Quranda deyilən dini, deyək ki, ibadətlər hamısı insanın nizama, onun həyatını nizamlamaq üçündür. Elə insanlar var ki, onsuz da nizamlaya bilir həyatını və güman eləyirəm ki, onu Allah qəbul eləyər. Yaxşı, onda bir balaca fərqli bir, mənim üçün maraqlı bir şey soruşum. Yəni sizə əyan olsa ki, bu sonuncu andır, sonuncu addımdır, sonuncu imkandır, yer üzündə səni yaşadığın bəlkə sonuncu dəqiqədir. Nə edərdiniz? Son addım kimi, son əməl kimi nəyi görərdiniz?
Təbii ki, ilk növbədə insan yaxınları ilə vidalaşmalıdır. Mən heç nə icad eləyə bilmərəm. Bizim bütün ölənlərimiz bizim nəsildə. Allah onlara şans verir, uzun yaşayıblar. Hamısı son anlarında nə qədər dünyada ünsiyyətli olduğu adamlar var, onlarla vidalaşır və halallıq alırlar. Təbii ki, mən də ünsiyyətli olduğum adamlardan halallıq almaq istəyərdim. Məzarımı el yolunda qazdırarsınız. Doğmaların təmasından taparam aram. Baş ucumda çopur üzlü hulavar daşı dayanarsa ayrı heç nə arzulamaram. İlan kimi qabığından çıxanda yollar, viran qalmış obalardan dağılanda qəm, sinəm üstdən keçib gedən ellərimizin arzumdakı mahnısını dinləyəcəyim. Elə bir an baş verdi ki, sizin həyatınızda hər şey dəyişdi, dönüş yaratdı sizin həyatınızda və bu dönüş ya böyük gizli istəklərinin üsyanıydı, inqilab idi, ya hər şey yenidən başlamaq istəyi idi. Dönüş anı olubmu həyatınızda? Olub mənim həyatımda. Bilirsiniz, mən bunu tam belə çırpaqlığı ilə də demək istəmirəm, amma mən bayaq sizə bir söz dedim, mən həm son dərəcə ciddi şəkildə mühafizəkar bir adamam, amma eyni zamanda hər bir insanın təyinatına hörmətlə yanaşan bir adamam. Yəni, insan yaşayırsa, gəlibsə dünyaya insan kimi yaşamalıdır. Və iki başlı oyunu da xoşlamıram. Cəfakeşliyi, fədakarlıq, hər şey bu öz yerində. Amma mənim həyatımın elə bir anı olub ki, onda hiss eləmişəm ki, mən həyatımda neysə dəyişiklik eləməliyəm. Ən azı özümə saxta olmamaq üçün, özümə saxtakarlıq eləməmək üçün. Və mən onu da bilirəm ki, Azərbaycan mühitində bu düzgün qəbul olunmur. Buna son dərəcə pis baxırlar. Və buna müxtəlif don biçirlər, niyə görə olub, nə məsələ, hansı, nələrdir. Buna 1000 dənə eybəcər damğalar vururlar. Amma sizi inandırım, heç bir, deyək ki, əskiliyi gətirən, üz qaralığı gətirən heç bir şey olmadan, sadəcə olaraq insan kimi hiss eləyəndə ki, mənim içimdəki bulaq quruyur, sözüm quruyur, neysə və özümü tapmamışam, özümü tapa bilməmişəm filan. Onda çox gec olsa da, həddindən artıq gec, o vaxt ağaca calaq vurmazlar, o vaxt təzədən ağac əkməzlər. Yayın ortasında adam ağac əksə necə olar? Amma mən əkdim və o ağac qurumadı, bəhrə də verdi, yaşadı. Həyatımda belə bir dönüş olub mənim. Onun ağrıları da var, acıları da var və ömrüm boyu ağrı acını çəkirəm, şübhəsiz. Çətin tərəfi də var. Amma eyni zamanda mən güman eləyirəm ki, özümü tapmışam. Öz rahatlığımı, xoşbəxtliyimi. Başqasının gözündə yaxşı olmaq üçün özünü qurban, yəni cəmiyyətdə yaxşı görünmək üçün hər şeyi qurban vermək olmaz. Bəzən cəmiyyətə qarşı getməyi də bacarmaq lazımdır. Ən çox nədən peşman olmusunuz? Eləmisiniz amma peşman olmusunuz. Ən böyük peşmançılığınız? Bayaq dedim, peşmançılıq, xırda peşmançılıqlar çoxdur, amma böyük mənada elə ciddi bir peşmançılığım yoxdur. Böyük mənada. Düşünürəm, bilirsiniz, 4-cü kursda oxuyanda çıxıb kəndə getmək istəyirdim. Qəfildən nəsə mani oldu. Bilmirəm, bəlkə də getsəm həyatım tamam ayrı cür olacaqdı. Belə şeylər var. Müxtəlif xırda şeylər var. Amma ona peşmançılıq demək olmaz. Onlar tərəddüdlərdir. Amma ciddi peşmançılıq, yəni peşmançılıq o vaxt olar ki, kiməsə xəyanət eləyəsən, kiməsə pislik eləyəsən. Bir neçə elə an var. O da yalnız siyasət məsələləri ilə bağlıdır. Nələrdəsə güzəştə getmişəm, nələrdəsə
güya bu milli məsələdir, geri çəkilmişəm. Nələrdəsə kimisə haqlı, kimisə haqsız hesab eləmişəm, görmüşəm əslində. Sonra görmüşəm ki, yox, mənim nə haqq məsələsində təsəvvürüm yanlışmış. Biraz daha səbirli olmaq olardı bu məsələlərdə. Belə şeylər olur. Fikirli qardaşlar, qəmli bacılar, sizin sükutunuz yandırır məni. Qurbanı olduğum ay ata, ana, başına döndüyüm vətən torpağı, körpüsü qırılan qəmli arazım, ümidim, göz yaşım, həyatım, arzum. Sizin sükutunuz yandırır məni, sizin kədəriniz yandırır məni, sizin dözümünüz yandırır məni. Zəifliyimizi etiraf eləmək istəmirəm, təəssüf ki. Real olaraq bizim bugün qarşısında aciz olduğumuz bir çox məsələlər var və biz onu həll eləyə bilmirik. Bu bizim zəifliyimizdir. Və bir insan olaraq da hiss eləyirəm ki, ömür gəlib müəyyən bir mərhələyə çatır və çoxlu istəklər var ürəkdə, onu həll eləyə bilməmişik və o mənim deyək ki, zəifliyimdir və o zəiflikləri etiraf eləyə bilmirəm. İstəklərim bununla bağlıdır. Daha sirrə pərdə yox, göydə də qovğa-qovdur, təkcə yazıq yerdə yox. Aparatlar tuşlanıb beynimizin içinə, gəlinlik yatağına, yerimizin içinə, ağlı düşüncələri busanlar ucuzlaşır, özünü ucuz satan insanlar ucuzlaşır. Mən ölüm, sən ölənlərin bir şah qiyməti yox, Allah qiymətli idi, çoxunun Allahı yox. Mən bəlkə də bugün onun əsərlərinin siyahısını tutub sizə təqdim edə bilərdim. Mən bəlkə də onun şeirlərini, mahnılarını sadalaya bilərdim. Mən bəlkə də xalqının, millətinin yolunda onun elədiyi maarifçilik işlərini sizə xatırlada bilərdim. Mən bunu eləmirəm, qəsdən eləmirəm. Və çoxlarının siyasi rəng vurub örtbasdır elədikləri, müxalifətdir deyib, örtbasdır eləmək istədiklərinə rəğmən mən onu xalqının ən maarifçi, ən ziyalı bir oğlu olduğunu təsdiq eləmək fikrindəyəm. Və mənə elə gəlir ki, doğrudan da Tanrının, Allahın xilas üçün, nicat üçün qoyduğu aşarlardan birinin daşıyıcısıdır. Mən bu fikri bir daha təsdiq edirəm. Və siz bugün Sabir Rüstəmxanlı ilə, mən sizi Sabir Rüstəmxanlı ilə görüşdürdüm. Onun bütün etirafları, zəifliyi, güclülüyü, taleyi ilə təkbətək qoydum. Və mən sizə bugün Sabir Rüstəmxanlını təqdim eləməklə bir də onu xatırladıram ki, əgər heç nə eləməsəydi də belə Sabir Rüstəmxanlı elə bircə ömür kitabına görə bu xalqın ən maarifçi, ən vətənpərvər oğlu, layiqli olduğu oğlunu adı qazanmışdı. Və siz bugün mənim rakursumdan Sabir Rüstəmxanlıya baxdınız. Ən ağır günlərimdə kinim sən, yarağım sən, kimsəyə əyilməyən əbədi bayrağım sən, yolum, yol göstərənim, nəcibligim, düzlüyüm, halal torpağım üstə halal ölümsüzlüyüm, yazılmamış tarixim, açılmamış şöhrətim, mənim ipək qalxanım, ağsaqqalım, övladım, qızıl taxtım, paytaxtım, ömür yelkənlərimə dolan səhər küləyi, milyonların içində üzümü ağ eyləyən, hər şeyi haqqa çəkən Azərbaycan ürəyi.